Xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Natavan Cəmalzadə, coğrafiya və kurikulum üzrə təlimçiyim. Hər birinizi salamlayıram. Bu günləri miqyas mövzusundan, miqyasın yox, miqyasın kəmiyyətinin izahını verəcəm müəllimlər. Miqyas mövzusunu yəqin ki, hər kəs bilir. Yəni miqyas məsələlərini həll etməkdə rahatdır. Amma miqyasın kəmiyyətində, ümumiyyətlə kiçik miqyaslı, böyük miqyaslı, miqyası artan sıra ilə düzün deyə də müəllimlərimiz bir qədər qarışdırırlar. Müəllimlər, bura bir miqyas yazım. 1 bölək 600.000. Təbii ki, indi coğrafiyadan bir qədər məlumatlı olanlar bilir ki, buradan 5-0 gedəcək və burada 6 kilometr ki qalır. Bax, bu olur miqyasın kəmiyyəti. Kəmiyyət budur. Bunu bildik. İndi miqyasın kəmiyyəti artdıqca nə olur? Hansı proses baş verir? Miqyas artırmı, yoxsa azalırmı? Buna baxaq. Bura yazım 6, 70, 100 və 400. 6'nın arxasına 5-0. Eyni 70'ə də. 100'də də eynim. 400'də də eynim. Miqyasın kəmiyyətinə baxarıq. 6, 70, bura Ç yazıram, kəmiyyət. Bura M yazıram, bu da miqyasdır. Kəmiyyətə baxarıq. 60, 70, 100, 400. Və bu miqyasa baxanda, bu miqyasın içərisində hansı kiçik miqyaslı olur? Ən kiçik hansı olur? Ümumiyyətlə müəllimlər, kiçik miqyası bilirik ki, sadə dildə desək, rəqəmin arxasında nə qədər sıfır çox olsa, miqyas kiçilir. Yəni, belə desək də, yəni riyaziyyatın əksi, riyaziyyatda daha çox böyük rəqəmi böyük götürürük, amma miqyasda biz böyük rəqəmi nə qədər sıfır çoxdur, onu kiçik miqyas götürürük. Miqyas olaraq kiçik miqyas gedir. Və baxırıq ki, kəmiyyət 6 olanda miqyas oldu 600.000, kəmiyyət 400 olanda miqyas oldu 40 milyon. Deməli, kəmiyyət böyüyəndə, kəmiyyət böyük olanda miqyas kiçilir, miqyas kiçik olur. Və buradan da belə bir nəticəyə gəlirik ki, deməli, kəmiyyət artdıqca miqyas kiçilirsə, bunlar arasında bir tərs mütənasib əlaqə var. Kəmiyyət böyüyəndə miqyas kiçilir. Bir qaydada olaraq bunu yadımızda saxlayaq. Misal üçün, indi bura rəqəmlər yazıram. 3, 4, 5, 8, bircə dəqiqə. Davam edək. 3, 5, 7, 8, 9. Bu miqyasın kəmiyyətidir, müəllimlər. İndi siz özünüz qeyd edin görək. Bunlardan hansı daha kiçik miqyas olar? Təbii ki, kəmiyyəti böyük olan 9. Və bunların hamısının arxasına sıfırlar artırsaq, görəcəyik ki, həqiqətən də 9, bayaq elədiyim kimi, 9 daha kiçik miqyas olacaq. Deməli, kəmiyyəti böyük olanın miqyası kiçik olur. Kiçik miqyaslı xəritələrdə, müəllimlər, miqyasın kəmiyyəti böyük olur. Geniş ərazi təsvir edir. Generalizasiya çox olur. Təhrif çox olur. Yəni, bunu bilmək lazımdır. Və indi nəyə baxaq? Sizə testlərdə düşsə ki, miqyası, əgər sizə deyilsə ki, verilən miqyası azalan sıra ilə düzün, onda siz kiçilməyə görə düzəcəksiniz. Yenə dediyim kimi, bayaq dediyim kimi, bir qədər riyaziyyatın əksi kimi düşünün. Yəni, bu məntiqli deyil. Sadəcə olaraq sizin yadınızda saxlamanız üçün deyirəm. Yəni, bu məntiqli deyil. Deməli, rəqəm artdıqca miqyas kiçilir. Və sizə deyəndə də ki, verilən miqyasları azalan sıra ilə düzün, siz kiçilməyə doğru düzəcəksiniz. Yəni, kiçilməyə doğru düzüləcək. Misal üçün, bura yazım. 1 bölək 30.000. 1 bölək
400 min. 1 bölək 800 min. Və 1 bölək 2 milyon. İndi bunu biz kiçilməyə doğru düşsək, daha doğrusu azalan sırayla düşsək, biz artıq kiçik miqyasa doğru düzməliyik. Gələcək elə 30 min, 40 min, bunu 800 min edək ki, biraz fərqlilik olsun. Birinci olacaq 30 min. Biz hansı sırayla düzməliyik? Azalan sırayla. Bunu 800 min eləməyim. Bunu 400 min eləyim. Sonra gələcək 80 min. 80 min. Sonra gələcək 400 min. Və ən kiçiyi 2 milyon axırda. Bu oldu miqyasın azalan sırayla düzülməsi. Buna qədər yəqin ki, aydın. Müəllimlər, bir də xəritələrdə olur baş miqyas, xüsusi miqyas. Yəni, mən bir qədər incə məqamları izah edirəm ki, hansı ki, onu müəllimlər bir qədər qarışdırırlar. Baş miqyas və xüsusi miqyas olur, bilirik ki, xəritələrdə. Bütün xəritələrin kənarlarında verilən miqyas baş miqyasdır. Baş miqyasda təhrif az olur, baş miqyasın olduğu ərazilərdə. Amma xüsusi miqyasda təhrif çox olduğu ərazilərdə xüsusi miqyas və xüsusi miqyasın tapmaq qaydası var. Biz xüsusi miqyası tapmaq üçün xəritə məsafəsini deməli 1 dərəcəlik qövsə vurmaqla biz xüsusi miqyası tapa bilirik. Bugünkü izahımız bu qədər müəllimlər. Sağ olun. Hər birinizə xoş dinləmələr və onu da qeyd edim ki, siz bizim coğrafiya və kurikulum dərslərimizə qeydiyyatdan keçə bilərsiniz. Hər iki fən bir yerdə qoşulan müəllimlərimiz üçün xüsusi endirimlərimiz var. Bizdə metodikanın coğrafiya sualları, metodika sualları coğrafiyadan ixtisaslar üzrə yazılır. Bilirsiniz ki, demək imtahanda situasiyalar ixtisaslar üzrə düşür. Mən də coğrafiya müəllimi olduğum üçün bunu daha dərinliklə yazıram sizlər üçün sualları. Sağ olun müəllimlər.